Vaxtınız xeyir olsun. Bugün Masallı İmtahan Mərkəzinin 8-9-cu siniflər üçün keçirdiyi buraxılış imtahan suallarını izahlayacağım. Deməli, başlayırıq 57-ci sualdan. 4a kvadrat, 4a çıxılsın b-nin kvadratı, çıxılsın 4a çıxılsın b, vurulsun 4a üstəgəl b ifadəsini sadələşdirin. Deməli, əgər istəsəz bunların hər ikisindən ortaq furu olaraq mötərizə xaricində də çıxara bilərsiniz və ya hər birisini müxtəsər mat üsulundan istifadə edərək də yaza bilərsiniz. Deməli, birincinin müxtəsər mat üsulundan istifadə etsək, birincinin kvadratı çıxılsın, birincinin ikinciyə vurma hasinin 2 misli, üzərinə gəl ikincinin kvadratı, çıxılsın. Mənfiyə görə mötərizə vacibdir. İkinci mötərizəmiz isə bir fərq bir cəmdir. Yəni 4a çıx b, 4a üstəgəl b, 16a çıxılsın b-nin kvadratıdır. Bərabərdir. 16a kvadrat daha doğrusu. Bərabərdir. 16a kvadrat çıxılsın 8ab, üzərinə gəl b kvadratı. Mənfi mötərizəyə vursaq, mənfi 16a kvadrat, üzərinə gəl b kvadrat bərabərdir. Mənfi 16a kvadrat, müsbət 16a kvadrat islah getdi. B kvadratlarını toplasaq 2b kvadratı çıxılsın 8ab. 2b kvadrat çıxılsın 8ab, doğru cavab B variantı. Növbəti 58-ci sualımıza baxırıq. 58. Diagonalı D bərabərdir 2 kök altında 6 olan kvadratın perimetrini tapın. Deməli, bir kvadrat çəksək. Deməli, diagonalı kvadrat çəkirik. Diagonalı 2 kök altında 6'dır. Kvadratın perimetrini tapın. Deməli, kvadratın diagonal üsulu, əgər tərəfi A olsa, kvadratın diagonalı A kök altında 2'dir. Və mən diagonalın yerinə 2 kök altında 6 yazsam, bərabərdir A kök altında 2. Buradan A-nı tapsaq, 2 kökdə 6-nı bölürük kök altında 2-yə. Bu da bərabərdir. Kökdə 6 ilə kökdə 2 ixtisar geçsə, qalır 2 kök altında 3. Kvadratın perimetri üstüdə P bərabərdir 4A-dır. Yəni 4 vurulsun 2 kök altında 3 bərabərdir 8 kökdə 3 cavabımız D variantı. Növbəti 59-cu sualımıza baxaq. 59. Deməli, A çıxılsın B bərabərdir mənfi 5. A vurulsun B bərabərdir mənfi 3 olarsa, A kvadrat plus B kvadratını tapın. Köməkçi müxtəsər mat üsuludur. Biz bunu A çıxılsın B-nin mötərizə kvadratı üzərinə gəl 2AB şəklində yazsaq və A çıxılsın B-nin yerinə mənfi 5 yazsaq, olur mənfi 5-in kvadratı. Üzərinə gəl AB-nin yerinə mənfi 3 yazsaq, 2 vurulsun mənfi 3 olur. Mənfi 5-in cüt dərəcəsi müsbət 25 və müsbəti mənfiyə vuranda mənfi 2 üçün 6. 25-dən də 6 çıxanda 19 edir. Cavabımız A variantı. Növbəti 60-cı suala baxırıq. 3 üstü 4 A kvadrat B kubu C üstü 4 bir həllisinin dərəcəsini tapmış. Hala burada özü çaşdırmayın ki, əmsalın dərəcəsinə baxılmır. Sadəcə dəyişənlərin dərəcəsinə baxılır. Bir həllinin də dərəcəsi qüvvətlərini toplamaqla tapılır. 2, 3, 4 toplayanda 9 edir. Doğru cavab B variantı. Növbəti 61-ci suala baxırıq. 61. Deməli, əkop 60, 45 bölünsün əbob 60, 45 bərabərdir. Demək olar, əkop AB-nin əbob AB-yə bölünməsi bizə C-ni verir. C də ortaq olmayan sadə vurğuların hasilidir. Yəni biz 60 ilə 45-i ortaq olmayan sadə vurğuların hasilini tapacaq. F-kret alqoritmi ilə də yaza bilərsiniz. F-kret alqoritmi ilə yazsaq, bunların hər ikisindən 15'e ortaq vurğu kimi çıxarsaq, 60'da qalır 4, 45'də qalır 3. Bu 15 bunların ortaq olandır. Ortaq olmayanlar isə mötərizənin içərisindəkilərdir. Ortaq olmayan sadə vurğuların da hasili 4 üçün 12 eləyəcək. Doğru cavab A variantı. Növbəti 62-ci suala baxırıq. 62-ci sual. A bərabərdir 0,87, B bərabərdir 0,27 olarsa, A üzəri B kvadrat çıxılsın 4AB bölünsün 6A çıxılsın 6B ifadəsinin qiymətini tapın. Demək olar, birincini müxtəsər mat üsulu kimi açsaq,
Birincinin kvadratı, birincinin ikinciyə vurmasının 2 misli, ikincinin kvadratı çıxılsın 4AB. Məxrəcdən də 6-nı ortaq vurub kimi çıxarsaq, A çıxılsın B bərabərdir. Sürəti sadələşdirsək, A kvadratı 2AB ilə mənfi 4AB, mənfi 2AB üzərinə gəl B kvadrat. Məxrəcdə də 6 vurulsun, A çıxılsın B-dir, bərabərdir. Sürətə baxsaq əgər bu fərqin kvadratıdır, yəni A çıxılsın B-nin mötərizə kvadratıdır. Məxrəcdə də 6 vurulsun, A çıxılsın B. A çıxı B-nin kvadratının 1-i ilə məxrəcdəki A çıxı B ixtisara getdi. Sürətdə A çıxılsın B qaldı, məxrəcdə 6 və A-nın yerinə 0,87 çıxılsın B-nin yerinə 0,27 yazırıq. Böl 6. Bərabərdir. 0,87-dən 0,27 çıxanda qalır 0,6 bölünsün 6. Tam vurub məxrəcə tamdan sonraki rəqəmi sayıqda 0 atsaq, 6 ilə 67, 10 qaldı, sürətdə 1 qaldı, cavabımız 0,1 B variantı. Üçüncü suala baxırıq, 63. 572 vurulsun, 10 üssü, mənfi 4 ədədini standart şəkildə yetirin. Deməli, ədədin standart şəkili R bərabərdir, A vurulsun, 10 üstü N-dir. Burada A qiymətlisə ya böyük və ya bərabər 1-dən kiçik 10 olmalıdır. 1-10 aralığında olmalıdır. Bizim qiymətli isə 572 olduğuna görə biz 2 addım geriyə qayıtsaq 5,72 və geriyə qayıtdığımız sayı qədər qüvvəti o qədər artırırıq. Yəni 10 üstü mənfi 4-ün üzərinə 2 gələndə mənfi 2. 5,72 vurulsun 10 üstü mənfi 2. Cavab A variantı olacaq. 64-cü suala baxırıq. 64-cü sual. Deyək, bərabəryanı trapesiyanın bir bərabəryanı trapesiya çəkək. Bərabəryanı trapesiyanın yan tərəfləri bərabərdir. Deyək, hündürlüyü böyük oturacağı, bax, bir hündürlüyü indirək. Hündürlüyü böyük oturacağı 3 cm-lik və 9 cm-lik hissələrə 2 hissəyə bölür. Trapesiyanın kiçik oturacağını tapın. Deməli, bərabəryanı trapesiyada şol uzaq təpəsindən böyük oturacaq çəkilmiş hündürlüklərin ayırdığı kiçik katetlər bir-birinə bərabərdir. Əgər bu 3-dürsə, demək digər tərəfdə 3-dür. Əgər buradan bura qədər 9 idisə, 3-ün yazmışıqsa, deməli, arada qalan hissə 6 olacaq və arada qalan hissəni də paralel köçürsək, kiçik oturacağımız da 6-ya bərabər olacaq. Doğru cavab A variantı. Növbəti 65-ci suala baxırıq. 65. A çıxılsın 1 bölünsün A bərabərdir 6 olarsa, A kvadrat üzərinə gəl 1 bölünsün A kvadrat ifadəsini qiymətini tapın. Bunu da köməkçi müxtəsər formasını yerə yazsaq, A çıxılsın 1 böl A-nın mötərizə kvadratı üzərinə gəl. Bax, burada birincinin ikinciyə vurmasının 2 misli, yəni çıxılsın 2 var. Amma burada olmadığına görə mən onun əksini yazmalıyam ki, mənfi 2-nə müsbət islah gedəndə əvvəlki vəziyyətinə qayıtsın. Bərabərdir. A çıxılsın 1 böl A bizdə 6-dır. Yerinə yazsaq olacaq 6-nın kvadratı üzərinə gəl 2. Yəni 36 üstə gəl 2 bərabər olacaq 38. Doğru cavab B variantı. 66-cı suala baxaq. 66. Deyək, kök altında 29 ədədinin kəsr hissəsi ilə kökdə 29 sayı 5 ədədinin hasilini tap. İlk növbədə kəsr hissəni tapmaq üçün düsturumuz belə idi. Kəsr hissə bərabərdir, ədədin özü çıxılsın, tam hissə. İndi kök altında 29-un kəsr hissəsini tapmaq üçün ilk növbədə onun tam hissəsini tapmalıyıq. Bu da kökdə 25-dən böyük olduğuna görə 5 tam neçəsə deyək, yəni tam hissəsi 5-ə bərabərdir. Onda kəsr hissə bərabərdir, kəsr hissə bərabərdir. Ədədin özü kitabdakıdır, kökdə 29-dur, çıxılsın, tam hissə. Demək, kök altında 29-un kəsr hissəsi oldu, kökdə 29 çıx 5. Yəni deyir bizə kökdə 29 çıxılsın 5 ilə kökdə 29 sayı 5-in hasilini tapın. Bu da müxtəsər format üsulunda kvadratlar fərqidir. Bir fərq bizəndir. Yəni kökdə 29-un kvadratı eləyir 29, 5-in kvadratı isə 25. 29-dan da 25 çıxanda cavabımız 4 qalır. Y variantı. Növbəti 67-ci suala baxaq. 67. 2 üstü x bərabərdir 6 olarsa, 2 üstü x üzərinə gəl 2 ifadəsinin qiymətini tapın. Natural asılı qüvvət uşaqlar. Qüvvətlər nə zaman toplanılır? Vurmada. Yəni mən bunu 2 üstü x vurulsun 2 üstü 2 yazsam və 2 üstü x-in yerinə 6 yazsam bərabər olur. 6 vurulsun 2 üstü 2-dəki 4-ə bərabərdir. 6 4-ün 24.
Doğru cevap B variantı. Evet, 68-ci sualda sadə sualdır. 68. 22'nin kvadratı çıxılsın 15'in kvadratı bölünsün 37. Kvadratlar fərqidir sürət. Yəni ki 22 çıxılsın 15. 22 üstəgəl 15 bölünsün 37 bərabərdir. 22'dən 15 çıxanda 7 eləyir. 22'nin üzərinə 15 gələndə 37 eləyir. Bölünsün 37. 37'lər ixtisar getsə cavab olacaq 7. C variantı. Növbəti 69-cu suala baxaq. 69. Deyək, kök altında 71 ədədi hansı iki ardıcıl tam ədəd arasında yerləşir? Deməli, burada uşaqlar kök altında 71. Geriyə qayıtsaq, kök altında 64-dən kök çıxır. İrəli geçsək, kök altında 81-dən kök çıxır. 64-dən 8, 81-dən 9 çıxır. Deməli, bu 8 və 9 arasında yerləşir. Doğru cavab C variantı. 70-ci suala baxaq. Deməli, bir üç buzaq verilir. Çəkək buzağımızı. A, B, C, D, M. Deməli, ABD-ni 150 dərəcə veribdir. BD DC-yə bərabərdir. Onda bu içəridəki BDC üç buzağı bərabər yanlış buzaqdır. NDC-ni soruşur. NDC-yə də bir alfa deyək. İndi 150-nin qonşu buzaqların cəmi 180-dir, 30 dərəcə və bərabər yanlış buzaqda oturacağı bitişik buzaqlar bərabərdir. Və üç buzağın bir xarici buzağı ona qonşu olmayan iki daxil buzağın cəminə bərabərdir. 60 dərəcə olur cavabımız B variantı. Yetmiş birinci suala baxaq. 71. Mağazada birinci gün bütün malın 20%, ikinci gün isə qalan malın 60% satıldı. 2 gündən sonra mağazada neçə faiz mal qaldı? Əgər malın qədərini soruşmursa, kiloqramını, çəkisini soruşmursa, biz malı 100 kiloqram götürək tutaq ki. Deməli, birinci gün 100 kiloqramın 20%. Yəni 100'ü 20'yə vurub, bölürük 100'ə. Deməli, birinci gün satıldı, 20 kiloqram satıldı. İkinci gün isə qalan malı, deməli 100 kiloqram mal var, onun 20'si satılıbsa qalan mal 80 kiloqramdır. 80 kiloqramın 60% satıldı. Vur 60 böl 100, sıfırları atacaq. 48 kiloqram satıldı. Satıldı. Cəmi 20 kiloqram, üzərinə gəl 48 kiloqram, 68 kiloqram satıldı. Ümumi malımız 100 kiloqram idi, onun 68'i satılıbsa 32 kiloqram qalıb. Və o qalan 32 kiloqram, ümumi 100 kiloqram malın neçə faiz deyilsə, 2 ədədin faiz nisbətidir. 100'lər ixtisar etsə, deməli 32% qalır. Doğru cavab A variantı. Növbəti 72-ci suala baxaq. 72-ci sual. Deməli, bir üç buzaq çəkirik. Doksan dərəcəmiz var. Hündürlüyə endirək. B, A, H, C. Deməli, AB-ni bizə verib 6, AC-ni verib 10, perpendikulyarları veribdir. Bizə soruşur ki, BH-ın HC-yə nisbətin. Demək olar, burada düzbucaqlı üç bucaqda düsturumuz belə idi. AB-nin kvadratı bərabərdir BH vurulsun ümumi hipotenuz, yəni BC. Buradan biz BH-ı tapmaq üçün birincisi BC-ni tapmalıyıq. Geriyə qaydaq biz hipotenuzu tapaq. ABC üst bucağında BC hipotenuzunu tapaq. Fəqət teoreminə görə hipotenuzun kvadratı bərabərdir katetləri kvadratlarının cəminə. Yəni AB kvadrat üzərinə gəl AC kvadrat. AB-miz 6'dır. 6'nın kvadratı eləyəcək 36. AC-miz 10'dur. 10'un kvadratı eləyəcək 100. Bərabərdir 136'ya.
Eğer BC kvadratı 136'dırsa BC bərabər olur kök altında 136. Bu da 4'e bölünsə 136'nı bölək 4'e 3 4'dən 12 1 16 4 34. Bu 4 vurulsun 34 kimi yazsaq 4'dən 2 çıxır, qalır kök altında 34. Deməli BC oldu 2 kök altında 34. İndi bərabərliyi yazaq. Bax, AB'nin kvadratı bərabərdir. BH vurulsun ümumi hipotenuz BC. Buradan BH-ı tapmaq üçün BH bərabərdir. AB'nin kvadratını bölməliyik BH-a. Bizdə AB'miz 6 idi. 6'nın kvadratı 36. BH yox, bağışlayın. AB'nin kvadratı bölünsün BC'ye. AB'miz 6'dır. 6'nın kvadratı 36. BC'dəki hipotenuzdur. Hipotenuzdakı 2 kök altında 34'dür. İxtisar getsə qalır 18 bölünsün kök altında 34. Bu BH-ımız. İndi tapmalıyıq AC-ni. AC-yə görə yazanda AC-nin kvadratı bərabərdir. Onun proyeksiyası, yəni HC vurulsun ümumi yeni hipotenuza BC-yə. Buradan da HC-ni tapsaq, HC-ni tapmaq üçün AC-nin kvadratını bölməliyik BC-yə. AC-miz 10'dur, onun kvadratı 100. BC də hipotenuzdur, 2 kök altında 30'dur. 100'dən 34 ixtisar getdi, qaldı 50 bölünsün kök altında 30'dur. Və sonda hansı nisbəti soruşursa o nisbəti yazaq. Bizdən soruşur ki, BH-ın HC-yə nisbəti. Mən BH-ın yerinə 18 bölünsün kök altında 34 tapmışam. HC-nin yerinə 50 bölünsün kök altında 34 tapmışam. Məxrəclərin yer dəyişməsi olsa, kök altında 34'lər ixtisar getdi. Cavab oldu 50'də 18. Hər ikisini 2'yə vursam %36 edir. Yəni cavab %36. Uşaqlar, belə bir şey də verə bilər. Əgər nisbət şəklində versə, 18-dən 50'ni 2'yə aparsaq 9 bölü 25 qalır. Yəni bu 9'un 25'e nisbəti formasında da ola bilər. Növbəti 73-cü sual faiz nisbət tənasüb mövzusundandır. 73. Deyir 15 kvadrat metr sahəni rəqləmək üçün 3 kiloqram boya lazımdır. 25 kvadrat metr sahəni rəqləmək üçün neçə kiloqram boya lazımdır? Əgər sahə artırsa kiloqram da artmalıdır. Boyanın ölçüsü, yəni qədəri də artmalıdır. Düzüm tənasibdir. Çarpaz vursaq 15'i x-a vururuq. 25'i 3'e vururuq. X da bərabərdir. 25 3'e 75 bölünsün 15 bərabərdir. 3 olacaq cavabımız. 74-cü suala baxaq. 74. 0 kiçik x kiçikdir 1 olduqda modulda x üstəgəl 1 üstəgəl kök altında x kvadrat çıxılsın 2x üzərinə gəl 1 ifadəsini sadələşdirin. Deməli modulda x üstəgəl 1'i saxlayırıq. Üzərinə gəl kök altında kökün altı müxtəsər masturdur. Yəni x çıx 1'in mötərizə kvadratıdır. Bərabərdir. Yenə də modulda x üstəgəl 1'i saxlayırıq. 2 getdi kök apardı. Kökün dərəcəsi cüt dərəcədən olduğuna görə kök altı ifadə modulla çıxır. Və x 0 ilə 1'in arasındadır. Mən 0 ilə 1'in arasında tutaq ki 0,5 desəm və x-ların yerinə 0,5'i yazsam. Birinci modulun müsbət olur. Olduğu kimi çıxır. Üzərinə gəl 0,5'dən 1 çıxanda ikinci modulun mənfi olur deyə yer dəyişmə eləyirik. Bərabərdir. Mənfi x ilə müsbəti getdi. 1 ilə də 1'i toplayanda cavabımız oldu 2'yə bərabər. Növbəti 75-ci suala baxaq. Görəli 75 nə deyir bizə? 75. Deyir 25 faizli spirt məhluluna məhluldakı spirtin miqdarı qədər spirt əlavə olunarsa alınan qarışıqda spirtin faizini tap. Tutaq ki məhlul 100 qram olsun. O 100 qramı deməli 100 qram 25 faizli spirt məhlulumuz var. Tutaq ki spirt var. İndi bizdə uşaqlar məhlul 100 qramdır. Spirti isə yəni həll olanda spirt isə 100'ün 25%'dir. 100'ün 25% ilə 25 qram edir. Deyir, məhluldakı spirtin miqdarı qədər spirt. Məhlulda 25 qram spirt var. Onun miqdarı qədər, yəni spirt əlavə edirəm. Əgər spirt əlavə edirəmsə, bu məhlulu da çoxaldır da. Deməli, yeni məhlulumuz 125 olacaq. Yeni həll olanımız, yəni spirtimiz 50 qram olacaq. Qatılığın da düsturu və ya qarışığın düsturu həll olan bölünsün məhlul vur 100%'dir. Həll olanımız 50 qramdır. Məhlulumuz da 125'dir. Vurulsun
100%. 125 ilə 125-ə getsə 5 qalır, 4 qalır. 5 ilə də 50 getdi, 10 qalır. Cavabımız oldu 40%li məhlul alınır. Demək olar, əvvəl 25%li, indi 40%li. Çünki biz spirt əlavə elədiksə, onun qatılığını da çoxaltdı da, ona görə faizini də çoxaldır. Növbəti 76-cı suala baxaq. 76. 76 deyir, üçbucağın tərəflərindən biri bir üçbucaq seçək. Üçbucağın tərəflərindən biri A-dır. Tərəflərindən biri A-dır. Qalan iki tərəfin ortasını birləşdirən. Qalan iki tərəfin ortasını birləşdirirsə, deməli bu orta xəttdir. Ki, tərəfləri yarıya bölür. Qalan iki tərəfin ortasını birləşdirən parça isə B-dir. Və A üstəgəl B bərabərdir 18 olarsa, B bərabərdir sual işarəsi, yəni B-ni tap. Deməli, üçbucağın orta xətti, yəni B, bərabərdir paralel olduğu tərəfin yarısına. Buradan çarpaz vursaq, A bərabər oldu 2B-yə. Və A-nın 2B qiymətini gətirib burada yerinə yazsaq, olacaq 2B üstəgəl B bərabərdir 18. Toplayanda 3B bərabərdir 18, B bərabərdir 6 olacaq cavabımız. 77-ci suala baxaq. Test toplusu birinci hissədə var bu sual. 77. 12 x, y, z üstü 2n üstəgəl 2 bir hədisinin qüvvəti 20 olarsa 4a, b üstü 3, c üstü 2n plus 1 bir hədisinin qüvvətini tapın. Demək olar, bir ədədin qüvvəti dərəcələri toplamaqla tapılır. Bax, dərəcələri olmayanlar 1-dir. Yəni 1 üstəgəl 1 üstəgəl 2n üstəgəl 2 bizə qüvvəti verir, yəni 20-ni verir. Buradan 2n bərabər 1, 1, 2, o da 2, 4, 4-ə açaq, sağ tərəfə 20-dən 4 çıxsaq 16 edir, n bərabər oldu 8-ə. Və ikincinin axtarılanın dərəcəsini hesablayaq. 1 üstəgəl 3 üstəgəl 2n üstəgəl 1-dir. Bunları da sadələşdirsək 2n üstəgəl 4, 5. Biz də n-i 8 tapmışıq. Gətirib qiymətini yazsaq yerinə, n-i yerinə 8. Yəni 2 vur 8 üzərinə gəlir 5. 2, 8-in 16, üstünə 5 gələndə cavabımız olur 21-ə bərabər. Növbəti 78-ci suala baxaq. Görə 78 nədir? 78. Deyir, üçbucağın daxili bucaqlarından biri, bir üçbucaq seçək. Daxili bucaqlarından biri 40 dərəcə, xarici bucaqlarından biri 60-dır. Əgər xarici bucaqlarından biri 60-dırsa, uşaqlar, bu körbucaqlı üçbucaq olacaq. Şəkil inandırıcı olsun deyə körbucaqlı üçbucağı da səliqəli çəkək. Bu formalı bir üçbucağımız alınacaq. Demək, daxili bucaqlarından biri 40 dərəcədir. Bir daxili bucaqlarından 40 dedim. Xarici bucaqlarından biri isə 60 dərəcədir. Bax, bir xarici bucaq qeyd edirsə, xarici bucaqlarından biri 60 dərəcədir. Bu üç bucağın digər daxili bucaqlarını tapın. Birincisi 60-ın qonşusu, qonşu bucaqların cəmi 180-dir. 60-ı varsa 120-si yoxdur. Və görünən üç bucağın da daxili bucaqların cəmi 180 dərəcədir. 120, 40, 160-ı varsa, deməli 20 dərəcəsi çatmır da. Qalan iki daxili bucağı, biri 120 idi, biri isə 20 olacaq. Çünki 40 dərəcəni bizə artıq vermişdi. Cavabımız olacaq 20 dərəcə və 120 dərəcə. Növbəti 79-cu suala baxırıq. 79. Deyir ki, 400 qram 30%li duz məhluluna. Birincisi, baxaq ki, məhlulumuz 400 qramdır. Həll olan, yəni spirtdə həll olan, spirt yox, duzdur da burada. Həll olan isə 30%, yəni 400-ün 30%. 400-ün 30%-ni tapaq. Bu elədir 120 qram. Deməli 120 qram duz var, yəni həll olan var. İndi deyir ki, məhluluna 20 qram su və 80 qram duz əlavə olunsa. Uşaqlar, bilməlisiniz ki, su yalnız məhlulun üzərinə əlavə olunur. Yəni ki, bu pozaq buradan. 20 qram su əlavə olunur. Su yalnız məhlulun üzərinə əlavə olunur. Deməli, mən 400-ün üzərinə 20 gəlirəm. Su və 80 qram duz. Duzu isə hər ikisini artırdığına görə hər ikisinin üzərinə gəlir. Həm həll olanın üzərinə 80 gəlirəm, həm də məhlulun üzərinə 80 gəlirəm. Birinci məhlulumuz, yəni yeni məhlulumuz oldu 500 qram. Həll olanımız isə 120 üzərinə gəlir 80, 200 qram. Bizdə duzluluq faizini soruşursa, düsturumuz belə idi. Həll olan böl məhlul
vur 100%. Həll olanımız 200'dür, məhlulumuz 500'dür, vurulsun 100%. İxtisar getdi, 200 ilə də 5 getdi, cavab oldu 40%'li yeni məhlul alınır. Növbəti 80-ci suala baxaq. 80-ə baxırıq. Deməli, deyir, A, B daxildir, natural ədədlər olarsa, A tam onda 1, üzərinə gəl, B tam onda A və məxrəcdə də A üstə gəl, B. Faydasını hesablayın. Demək ki, bax, bunu tam başa düşəsiniz, ətraflı yazıram. A tam onda B, üzərinə gəl, B tam onda A. Məxrəcdə də A üstə gəl, B. Burada tamları toplayıb da yaza bilərsiniz. A üstə gəl B tam, onda A üstə gəl B. Amma düzgün olmayan kəsrə çevirək. Onda qarşı qədər düzgün olmayan kəsrə çevirəndə məxrəci tama vurur, üzərinə sürəti gəlir. Yəni onu A-ya vururuq. 10A, üzərinə gəl B. Üstə gəl, digərində də onda 10B, üzərinə gəl A. Bölünsün, A üstə gəl B. Və sürətdə məxrəclər bərabər olduğuna görə sürətləri toplayıram. 10A, bu da 1A. Elədi 11A, üzərinə gəl. 1B, 10B. Elədi 11B. Bölünsün, A üstə gəl, B. Bərabərdir. Yenə də 10'da sürətdən 11'i ortaq vuruq kimi çıxarsam, A üstə gəl, B qalır. Məxrəcdə də A üstə gəl, B qalır. A üstə gəl, B'lər ixtisara getdi. 10 düşdü məxrəcə, sürətdə də 11. Bunu da 10'luq kəsə çevirsək, 1 tam onda 1'ə bərabər olacaqdır. Növbəti 80-dən sual idi. Baxaq. 81-ci suala baxaq. Deyəsən sonuncudur 81. 81-ci sonuncu sualımız baxaq. 81. Deməli, kök altında 6 tam onda 3 vurulsun 2 tam onda 7 vurulsun mötərizə içərisində. Kök altında 6 tam onda 3 bölünsün 2 tam onda 7 üzərinə gəl. Kök altında 2 tam onda 7 bölünsün 6 tam onda 3 bağladıq. Bu ifadə aşağılar 2 vurulsun, tutaq ki, deyək ki, A üstə gəl B-ni biz necə yazırdıq? 2'ni mötərizəsinin içərisindəki hədlərin hər birinə vururduq. Yəni 2A üzərinə gəl 2B. Bu formada yazırdıq. İndi biz də burada mötərizənin xaricindəki vuruğu bu köklərin hər birisinə vuracam. Vuranda da dərəcələr eyni olduğuna görə bir kökün altına gələcək. Yəni bərabərdir kök altında 6 tam onda 3 vurulsun 2 tam onda 7 vurulsun 6 tam onda 3 bölünsün 2 tam onda 7 üzərinə gəl. Yenə də bax, digərinə vursaq 6 tam onda 3 vurulsun 2 tam onda 7 vurulsun 2 tam onda 7 bölünsün 6 tam onda 3 bərabərdir. Buradan 2 tam onda 7'lər ixtisar getdi. 6 onda 3'ü 6 onda 3'ə vuranda 6 onda 3'ün kvadratı eləyir və kökdən çıxır sadəcə 6 tam onda 3. Üzərinə gəl. 6 onda 3'ləri ixtisar getsə 2 onda 7'ni 2 onda 7'yə vuranda 2 onda 7'nin kvadratı eləyir. Ondan da kök yenə 2 tam onda 7 çıxır. Və sadəcə bunları toplayırıq. Cavabımız eləyir 9'a bərabər. Bu qədər uşaqlar. Ümidvaram ki, ən azından sizə kömək oldu. Sağ olun.